Salam əziz müştərilər. Bugün sizə 40-ın 60-ı olan termopress muzeyi təqdim etmək istəyirəm. Termopressimiz gördüyünüz kimi 40-60-dır və ölçüsü böyükdür. Yəni yaxından özəlliklərlə tanış edeyim sizə. Belə bir dəstəyi var. Dəstək burada təzyiq ayarlanması var. Təzyiqi ayarlaya bilirik. Burada əsnək üstlüyü var. Yəni bu üstlük termopressin özü əsnəkdir. Nəyə görə? İstədiyiniz məhsul və onun formasını alsın. Ona görə bu əsnək olur. Bəzən müştərilər deyirlər ki, bu niyə oynayır? Əslində belə də olmalıdır. Bizdə digər daha ucuzlu variantlarda bu əsnək deyil. Yəni stabildir. O da ki, bununla müqayisədə nisbətən daha zəif sayılır. Əsas məsələlərdən biri, daha doğrusu sonra burada belə bir plyonkanın olmasıdır. Plyonkanın olması bəzi insanlar burada qoyurlar bunun əvəzinə plyonka olmayanda kağız qoyurlar ki, kağızın öz izi termopressdə kağızın üzəri köynəyə düşməsin və hansı məhsula düşməsin. Xüsusi kağız qoyurlar, amma bunda ehtiyacı yoxdur artıq. Bunda özünün kağızı var belə xüsusi yanmayan belə deyim, məhsuldan ibarət belə bir şey. Əsas məsələ belə bir gözəl masasının olmasıdır. Masası 2 dənə belə silikon döşəyicəsi var və masası tam alüminiumdur, qalın alüminium. Bu çox vacib bir şeydir. Nazik dəmir olanda deformasiya olur. Bundan çox istəyirdilər ki, məndən. Deyirdilər ki, qabağa çıxan masada dəstəkli masası olsun, qabağa çıxıb gəlsin ki, biz istədiyimiz məhsulu rahat şəkildə belə zapravka eləyək. Mən də sizin üçün bunu gətirdim və termopresslərin içərisində ən keyfiyyətli olanını gətirmişəm. 40-ın 60-ların içərisində manual variantdan söhbət gedir. Çünki bizdə bunun avtomatik modeli də var. Özü dəstəyi, özü qapağı özü qaldıran modelimiz də var. Növbəti videolarda ondan danışacağım. Daha sonra keçək belə istifadəsini göstərim sizə. Yaxına gəlməsin operatorumuz. Temperaturu qoyuruq burada, çox rahatdır. Touchscreen ekrandır, burada söndürüb yandırmaq düyməsidir. Touchscreen-i bastıq. İndi mən 80 dərəcə qoymuşam, çox qızmasın deyənə. Qoyuruq, belə artırırıq, azaldırıq. Sonra vaxt saniyəmizdir, azaltdıq. 25-24 saniyə elədim, qoydum. Düyməni basanda, sıxılanda avtomatik geri sayım başlayır. Burası yəni standartdır. Yəni o qədər bir özəlliyi yoxdur. Avadanlığımıza zəmanət verilir. Zəmanət müddəti 1 ildir. Bizim zaten o birisi şirkətlərdən fərqimiz ondadır ki, biz satdığımız məhsullara zəmanət veririk. Zəmanət müddətində avadanlığa nə olursa, tam ödənişsiz servis gəlir, onu tam təmir edir və yaxud təmirə yararlı deyilsə, yenisi ilə əvəzlənir. Amma bu termopresslərdə belə bir şey yoxdur. Çox sağlam termopresslərdir. Amma yenə də zəmanət müştəri verəndə müştəri daha özünü rahat hiss edir. Ona görə biz zəmanətimizi veririk. Çünki rəsmi servisimiz var, ehtiyat bazamız var. Bu barədən problemimiz yoxdur. Əgər bizi bu avadanlıqlar haqqında yaxından tanış olmaq istəyirsə, sublim.az belə web səhifəmiz var. Sublim.az bir daha təkrarlayıram. Ora daxil olursunuz. Bu avadanlıqların qiymətləri, buna oxşar avadanlıqlar, bunun yanında hansı sərf materialları lazımdır. Hamısı haqqında geniş məlumat həmin saytımızda var. Yaxından tanış ola bilərsiniz. Mənə qalır isə əlavə eləyim ki, bu modelin bizdə stabil masası ilə olan variantı da var. Yəni bu hərəkətli masadır, amma operatordan xahiş edir bunu da göstərsin, o yerdə olan model. O isə nisbətən daha ucuzdur. Onun masası hərəkət eləmir. Hərəkətsiz masadır. Yəni o da varımızdır yəni. Bəzən onunla istəyirlər ki, hərəkətli masa olmasın, amma ucuz olsun. Elə bir variantımız da var. Qalan hər bir şey eyni avadanlıqların. Yəni heç bir fərqi yoxdur. Ona görə hər iki variant gətirmişəm ki, müştərinin tam ürəyincə olsun. İstəsə ondan olsun, istəsə bundan olsun. Mənlik bugünlük bu qədər. Ətraflı məlumat almaq istəsəz, videoda göstərilən nömrə ilə əlaqə saxlayın və dediyim kimi Sublim saytına daxil olun. Çox sağ olun, təşəkkürlər.